21-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi, 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 4-cü Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgiləri açılıb. Bakı Ekspo mərkəzində keçirilən sərgiyə maraq olduqca böyükdür. Bu ilki sərgidə Almaniya, Hindistan, İtaliya, İspaniya, Türkiyə və başqa ölkələr də daxil olmaqla 250-dən çox şirkət iştirak edir. Sərginin ənənəvi bölmələrində tərəvəz məhsulları, balıq, mal, qoyun, quş əti, konservləşdirilmiş süd məhsulları və bir çox digər məhsullar təqdim edilir. Sərgidə həmçinin ölkəmizdə ştilçilik sahəsində fəaliyyət göstərən Agrosel Ştil şirkəti də təmsil olunur. Şirkət əsasən tərəvəz məhsulları yetişdirmək və bu sahədə biznes qurmaq istəyən sahibkarlar üçün sağlam və keyfiyyətli ştillər yetişdirir. Həmçinin daxili və xarici bazarda satış həyata keçirir. Şirkət müxtəlif növ tərəvəz məhsullarının satışı ilə də məşğuldur. Şirkətimiz 1997 yılında Azərbaycanda kuruldu, Zirə kasabasında. Amacımız kent tasarrufatına katkıdır. Aynı zamanda biz domates çitili, pomidor çitili, hıyar stili, tereyağ stillerine meşguluz. Rusya ihraç ediyoruz. Burada yerli pazarda satıyoruz. Qeyd edək ki, sərgi mayın 23-nə dək davam edəcək. Leyla Sultanova, Rauf Nəbiyev, İlham Abbasov, Carçı. Qızılay Para Cəmiyyəti və